Salam Qasım müəllim. Nəhayət ki, bizə də bir vaxt ayırdınız bura gəlib, biz sizin kanalınızı izləyirik. İşlərimiz çox iyidir. Salam, salam. Necəsiz Qasım bəy? Buyurun. Günlük işidir. 5-6 maşın saxlamağa başlayır. Örtülü, qapalı yerdir. Bəli. Bura bizim batıyımız yolası. Bura yay mətbəxidir, orada da. Bəli. Gəlin ilk olaraq sizi Bağla. Bəli, olar. Bir dənə misal da baxın hələ buranın yaşıllığına, çəmənliyə baxın. Gözəl, gözəl. Üzüm ağaçlarıdır, üzüm ağaçlarıdır. Burada meyvə ağaçları, bunların hamısına. Qasım bəy, burada neçə sot torpaq sayəsidir? Demək 23 sota yaxın burada torpaq. Bəli. 23 sot. 23 sot. Bunun içindədir. Əla. Rəsmi sənədləri. Gözəl, gözəl. Ona biz qayıdacağıq hələ. Gəlin, müsaade gəlin. Görsüz tutmaları. Oho. Buyurun bir dadına baxacaqsınız. Mən tamaşaçıların əvəzinə də dadına baxım. Baxın. Gözəl. Əla. Bu xar tutdu. Buna da dadına baxa bilərsiniz. Var, buyurun bu xar tutdu amma ehtiyatlı olun əlinizdən. Bu yayılır. Bəli. Bu da əncir ağacıdır. Bu da Əncir başqa bir artıq növüdür. başlayır dəyməyə. Bəli, bax, görürsünüz. Bəli. Yetişibdir. İri əncirimiz. Burada Valla elə bir ki, rayondasan. meyvə ağaçları var. Armuddur, heyvadır. Göyçaydan gətirib, o vaxt ağsaqqal gətirib nar ağacları var. Aha. Bu meyvə. Mən bir gözəlliyə baxın buranın, bir çəmənliyə baxın. Adamın ruhu dincəlir, buranın təbiəti, buranın havası. Gözəl, gözəl. Buradan dənizə də yaxındır. Məsafə yaxındır, bəli. Çox yaxındır. Nar ağacları bunlar, hamısı Göyçaydan gətirilib. Qəşəng, qəşəng. Buyurun, gəlin. Qasım bəy, mən belə başa düşürəm, bu torpaq gətirilmə torpaq. Torpaq qara torpaqdır, bəli. Bəli. Torpaq gətirilib bura. Buranın çəmənliyinə baxın. Üzümlükdür, həmin üzümlük, ağ üzümlər. Ağ üzüm, Ağ gözəl. üzüm, bəli, əncir ağacı. Şimdi gəlin buradan, gəlin zəhmət olmasa. Maşallah, hiss olunur ki, ağsaqqal can qoyub burada. Burada yaşıllığa baxın. Burada əncir ağaclarıdır. Burada yenə də dequr. Saxlamalı. Onun yəqin nəvələr cəhədir. Nəvələr, ağsaqqalın nəvələri. Bəli. Burada bir balaca itlər var. Onları saxlayırlar, oynayırlar. Bəli. Buyurun, gəlin. Burada da uşaqlar üçün belə bir Nə gözəl. şərait yaradılıbdır. Əla, əla. Əla. Ağsaqqalın nəvələri burada oynayırlar. Burada bir balaca itlər var. Onları saxlayırlar, oynayırlar. Buyurun, gəlin. Burada bir balaca uşaqlar üçün belə bir şərait yaradılıbdır. Ağsaqqalın nəvələri burada oynayırlar. Burada bir balaca itlər var. Onları saxlayırlar, oynayırlar.
Ay maşallah. Böyle bir balaca bir şey yaradılıbdır. Burada da valideynlər oturub uşaqlara nəzarət edirlər bax burada. Əla. Da belə. Hə. Qəşəng gül, çəmənlik. Qəşəng gül, çəmənlik. Bəli. Buyurun gəlin. Ha, Vüsal bəy, bax burada bağın gözəlliyi təmdir. Bəzən xoşduyuruq Bəli, biz, bəli. çörəkdir. Bizim ya da indi Qəşəng. kababdır, belə bir şeylər burada hazırlanır. Əla. Ha, buranın da xüsusi bir Nə gözəl məkan var burada burada. xüsusi bir yeri var. Burada Bəli, bəli. Yayda İzləyicilər buna düzdür, 100% qiymət Ha, verəcəklər. bura ayrıdır. Burada məsələn bağın ən yaraşığı burada. Məsələn Manqal zonası. manqal, bəli, manqal zonası. Əla. Bu da üstü örtülüdür. Burada gördüyünüz kimi. oturublar, üstü burada üstü bağlıdır. Ha, bu nə gözəl balıqlardır. Ha. Bunlar Ay maşallah. ağsaqqalın nəvələrindir bunlar. Bura isə Söhbətçi. söhbətgah, bəli. Bəli. Bu söhbətgahın da aşağısında burada da Aha. su quyusudur. Baxın. Sən yəni bunun o ümumi o gələn suya aidiyyəti yoxdur. Bura aid su quyusu. Yəni Yəni buranın- bütün bu yaşıllıq Bəli, buradan başlı- sulanır. Buradan istifadə olunur. Əla, Buradan əla. istifadə olunur. Bunun üstü də söhbətgah. Mən burada belə bir kanat görürəm. Bura ağsaqqal bunu o vaxt pandemiya dövrü Aha. nəvələr üçün yaradıb bunu. O vaxt pandemiya dövrü Bəli. hamı burada olurdu. Yəni bu Tarzan buradan aşağı gedir. Bəli, Buradan bəli. Yığılır bir də qayıdır. Necədir? Yaxşı. Əla. Nəvələr üçündür bu. Gözəl. Mən birinci dəfədir bağda belə bir şey gördüm. Bəli, bəli, çox gözəldir bu. Gedir aşağı. Əla. 12 metr belə uzunluğudur. 12 metrdən çox olar. Çox olar. Çox olar. Sonra buyurun canım bu söhbətgaha.
Vüsal Bey, Bəli. burada mesela böyle bir yol var. Mesela burada oturup kapalı bir yerde. Bəli, üstü örtülüb, amma hava oynayan yerdir. Hava oynayan Fikir verirsiniz. yerdə. Bəli. Burada da çox ad günləri, Tədbirlər keçirilir. tədbirlərimiz olur. Bəli, bəli. Yerləncəyi də var. Yerləncək də var, yay üçün yerləncək. Sonra burada da Aha, televizor. yay üçün oturup Bəli. buradan televizora baxsan, sonra belə bir Əla. mətbəx var buranın. Bəli. Anladın mı? Buradan da evin Oradan da- mətbəx hissəsinə də bir Oradan giriş da var. arkada bir mətbəx hissəsi yaradılıbdır. O Evin qadınlar- arxasında. Hə, evin Nə arxasında. üçün? Orada qışa hazırlıq, kompotdur, varenyadır, belə bir şeylər, kiçik bir şey yaradılır. Hə, paltar sərməkdir, belə bir şeyləri orada yaradılır. Ha, Onun bildim. arxasında Gözəl, balaca- gözəl. Burada bax. Burada bizim söhbətgah yerimiz. Əla. Bura həmin o su quyusunun Bəli. üst hissəsi. Sizə də bir çay təşkil eləyəcəyik. Çox gözəlcədir, Assaqqal. Yəni ki, ev hündürdədir. Bəli, bəli. Torpaq bağ aşağıdadır. Əla. Hep hündürlükdə. Bəli. Buradan da ümumi bax. Müxtəlif meyvə ağaclarıdır, Çox gözəl. tutdur, güllərdir, alça ağacıdır, Əla, əla. gilanlardır, vişnədir, hamısı var. Əla, gözəl. Vüsal Bey, buyurun canım bu evin giriş hissəsinə. Bura evin giriş hissəsidir. Bax, bu qədər. Bura evin qarşısıdır, oradan bir gün. Bəli. Maşallah, nə gözəl güllər var. Geniş, qəşəng, gözəl günlərdir. Skamerkaya baxın. Xüsusi qulluq olunur bunlara Vüsal Bey. Bunlara xüsusi qulluq olunur. Güllərə, yaşıllığa. Ha, buyurun gəlin. Buranla da tanış edeyim. Bəli. Gəlin baseynlə də sizi Buyurun. tanış edeyim. Buyurun.
gözəl baseyndir. Möhtəşəm. Vüsal bəy, buranın uzunluğu deyək 9-un 4-ə. Gözəl. 4-ə dərinliyi 80. Belə baxaq. Burada baseyndən çıxdım, burada istirahat elədim. Bəli. Kamerası da var burada. Ağsaqqal çox gözəl fikirləşir hər şey. Bəli. Burada. Çox zövqlü insandır. Sonra Evet. buradan da gəldik, burada istirahat evimiz var. Bəli. Yay üçün var, incəlməyə. Geç. Burada da belə bir gözəllik var, oradan yay üçün. Ay maşallah. Ha, bura ay, zaldır. maşallah. Nə qəşəng sərindir. Bura zaldır. Bura da mətbəxidir. Soyudusudur. Burada qab yuyanır. Sən burada paltar yuyanır. Eyni zamanda. Bəli. Bəli, gözəl. Buranın da xüsusi bir mənzərəsi var. Nə gözəl, nə gözəl mənzərəsi Sən var. çay içib buradan, belə bir mənzərəsi var. Əla. Vüsal bəy, burada sanitar qovşağıdır. Burada. Yəni hovuzdan çıxıb gəlib duş Hovuzdan çıxıb almalı. gəldim, burada istirahət elədim, tamamlandım. Bəli. Burada zaldır. Əla. Bura zaldır, burada televizordur. Buradan da ümumi kameralar buradan mərkəzləşdirilir. Buradan müşahidə edirsən. Bəli. Evin girişidir, çıxışıdır, yuxarı hissəsidir. Ümumi buradan müşahidə edirsiniz. Sonra burada bir kiçik bir yataq otağımız var. Buyurub baxa bilərsiniz. Buyurun. Gözəl, gözəl. Burada uşaq üçün detski rahatdır. Əla. Təzə kondisionerdir bunlar, öncə kondisioneridir, təzə kondisioner bu. Bax belə, buradan da o belə bir oturursan mənzərə belə, adamın ruhu dincəlir. Bəli. Bizim ağsaqqal bu hamısını düşünüb, hamısını proqramlı şəkildə eləyib bunların hamısını. Wi-Fi, hər bir şey var. Wi-Fi, telefonu, bu qapı kamerası. Vüsal bəy, buyurun canım, bura evin geçsin. Yani bura bir balaca bir dəhlic otağıdır. Əla, əla. Bura bir yığılma kaltovkadır bax. Gözəl, lazımdır. Bəli. Ay Bura. maşallah. Bura bizim zalımızdır, zaldır. Qonaq otağı. Qonaq otağı, bəli. Gözəl, Qonaq gözəl. otağıdır. Bəzən bu birinci mərtəbədə bu yataq otağı olmur. Amma burada bizdə 4 dənə yataq otağı. Əla. Yerdəki Yerdə parketdir bu, gördüyünüz kimi. Bəli. Buyurun canım, bura bir yataq otağımızdır. Mənzərəsi. Həyətin qabaq hissəsinə Qabaq baxır. hissəsidir, bəli. Bu isə Bura basen. basen zonası. Əla, gözəl. Gözəl. Gəlin Vüsal bəy, bu ikinci yataq otağı. Bəli, Buradan da bəli. O basen zonasına Basen. baxır. Əla, burada şkafı, hər bir otaqda kondisioner. əla. Burası mətbəxdir. Gözəl.
Ha, bu navesin altındaki Navesin yer altındaki de, burada. Buradan orada çıxış var. Evet, buradan da ora çıxış Bəli. var. Baxa bilərsiniz. Əla, əla. Güzel. Burada da kondisionerdir. Ümumi buranı Soydur. birinci mərtəbəni soydu. 120 kvadrat kondisionerdir. Əla. Maşallah, zal çox işıqlı otaqdır. Burada yataq otağı. Bu üçüncü yataq Üçüncü otağı. yataq, bəli, bəli. Burada yataq otağıdır. Əla. Buradan da Bu da basen zonasına bax. bəli, basen zonasına baxır. Buranın da öz kondisioneri var. Buranın da öz kondisioneri, hər birinin öz kondisioneri var. Əla. Demək, Hüseyin var, burada dördüncü yataq otağıdır. Amma burada əlavə veşlər yığıldığına görə... Bilirik, aydın, yəni aydındır. bu evin... Bura bir sanitar qovşağıdır. Aşağı hissədə 2 dənə sanitar qovşağı var. Burada ikinci sanitar qovşağıdır. Ay maşallah. Bura isə pilləkanın altıdır, kaladovka, müxtəlif Bilirik. əşyalar var burada. İlk keçək ikinci mərtəbəyə. Bəli, bəli, buyurun. Vüsal bəy, burada da belə bir mənzərədir, bax, gözəl. Çox gözəl. Bax, burada Ay maşallah. da bir istirahət zonası da deyək ki, belə bir yaradılıbdır, bilyardnadır. Bəli. Ay maşallah. Sonra Vüsal bəy, burada belə bir barımız var. Bugün, baxın, bu müxtəlif istikilərdir burada, soyuducudur. Soyuducu da var. Bəli, burada qadınlar mənzili solunda aşağıda. Burada Əla, əla. qadınlar aşağıda olur, burada kişilər yuxarıda, burada istirahət üçün müxtəlif istikilərdir. Lazımdır, lazımdır. Adamın ruhu dincəlir. Gözəl. Uşaqlar üçün belə bir şey Əla. yaratmışıq. Sonra gəlin. Deyəsən, ağsaqqal bilyard oynamağı xoşlayır. Bəli, bəli, ağsaqqalın hobbisidir. Xoşlayır. Hay maşallah. Əla. Vüsal bəy, burada bir yataq otağıdır. Əla. Kondisioneridir. Deməli, yuxarıda 2 dənə yataq 2 dənə otağı. yataq otağıdır, bəli, bəli. Burada bir yataq otağıdır. Gözəl. Gözəl. Burada bir mənzərəsi bir həyətə baxır. Əla. Orada bizdə sanitar qovşağı var. Burada da sanitar qovşağıdır, burada da. Əla. Güzel bir terasımız var. Güzel bir kesin bölüm canlı. Bəli. Bak belə bir mənzərəsi var. Ay maşallah. Buradan da yaşıllıq. Burada da ağsaqqal böyle bir şey yaradır. Mənzərə. Gözəl. Sol bak burada bak
həyatdan hündürdə tikilibdir. Yəni bu ağsaqqal yəni özü üçün, daha sırf buranı satmaq məqsədi ilə yox, özü üçün tikilibdir. Bəli, bəli. Yəni bax belə bunu ev həyatdan görün nə qədər hündürlükdədir. Qasım bəy, Buyurun. bu ev neçənci ildə tikintiyə başlanıb və işlər bitib? 2017-ci ildə təməli qoyulubdur. Bəli. 2019-da bax gördüyünüz kimi tikilib başa çatıb. Yəni burada yəni ən keyfiyyətli materiallardan istifadə olunur, ən yüksək. Yəni özümüz üçün də burada, Bəli, bəli. özümüz üçün satmaq məqsədi ilə olmuyor. Hündürlüyüdür, burada hamısı qaldırılıbdır, burada işlər gedibdir. Qasım bəy, ev tam monolitdir. Bəli, bəli, tam monolitdir. Kolonlarla tikilibdir. Bu birinci mərtəbə, ikinci mərtəbə arası monolitdir. Monolit. Monolitdir, bəli. Əla. Monolit. Ümumilikdə neçə dənə kondisioner var bu evdə? Yüksel bəy, ümumilikdə 8 kondisionerdir burada. Evin içində 8 kondisioner var. Onlar da qalır. Əşyalar necə? Əşyaların gördüyünüz kimi hamısı qalır. Qalır. Hamısı Yəqin qalır. şəxsi əşyalardan başqa Şəxsi əşyalardan nə başqa varsa hər və şey qalır. Nə varsa gördüyünüz kimi qalır. 4 soyuducudur. 4 dənə soyuducu, bəli. Neçə dənə paltar yuyan maşını var? Paltar yuyan 3 dənə paltar yuyandır. Qabyan. 2 dənə qabyan maşındır. Bəli, Marazilka var. Bir də var onlar. bəli, bəli. Sonra və gördüyünüz Və gördüyünüz bütün bu əşyalar hamısı nə qalır. var, hə, bu hamısı qalır. Onu da əlavə eləyim ki, 8 dənə də televizor var. Ay maşallah. Onlar da qalır. Əla, gözəl. Qalır. Alan adam da burada yəni hazır bir bağ evidir. Bəli. Yəni udur. Alan adam buranı udur. Məncə də. Yəni uduzmuş ki, yəni udur. Bəli, bura yəni çox gözəl proyekti də var. Yəni ev Planlı təzə tikilib, evdir. Təzə evdir. 2019-da tikilibdir. Bayaq qeyd eləmişəm. Dediyim kimi. Qasım bəy, Bəli, bəli. evin kommunalı haqqında da məlumat verərdiniz bizə. Yüksel bəy, evin kommunalı haqqında bax qazdır, sudur, işıqdır. Hər birinin ayrı-ayrı şotçuları var, tam rəsmi. İnternetdir, hər bir şeylə təchiz olunur. Əla. Bu su quyusudur, bax. Bu yəni ora aidiyyatı yoxdur. Bu sayğaçsız bir şeydir. Bax buraların yaşıllığın hamısını bundan istifadə olunur. Gözəl. Su quyusundan. Qasım bəy, Bəli, bəli, bir buyurun. də kanalizasiya haqqında da bir məlumat verərdiniz. Kanalizasiya Yüksel bəy, bax. Buranın kanalizasiyası buradan kənarda septik zəbiddir. Kənarda, yəni yol tərəfdə. Yol tərəfdə. Burada Əla. bəli, çox aralıdır. Septik o böyük bir septik zəbiddir. Ora gedir. Yəni burada il boyu yaşanılıb, yoxsa? Xeyr, burada yəni yay mövsümündə burada yaşayış olur. Hə, Yəni bağ yay- evi kimi. Bağ istifadə. evi kimi istifadə Baxmayaraq ki, il boyu yaşamaq üçün nəzərdə Bəli, tutulur, bəli. amma bağ bu evi kimi istifadə istifadə olunur. sistemidir. 2 dənə onu da əlavə edim, kombi sistemi var burada. Əla. 2 dənə kombi sistemi. Yəni burada yay üçün, yay mövsümü üçün nəzərdə. Bura yetərincə qara torpaq verilibdir. Ay maşallah. Burada gördüyünüz gübrə verilir, təbii gübrə verilir. Burada gördüyünüz bu gözəllik burada, yaşıllıq burada yaradılıb. Bəli. Yox,
olsa, yəni qumluq yerdə bu gözəllik burada beləncə bir effekt verə bilməz. Tamamilə doğrudur. Qasım bəy, nəqliyyat haqqında da bizə məlumat verərdiniz. Nəqliyyat haqqında Vüsal bəy, buradan yola yaxındır məsafə. Buradan Azadlıq metrosuna marşrut var, 28 may stansiyasına marşrut var, Sumqayıta gedir. Sonra bu 1 kilometr yaxınlıqda dəmir yolu stansiyası vardır. Bəli, Görədir Goradir dəmir yol stansiyası var. Wi-Fi-li qatarlar, sürət qatarı, Wi-Fi var, kondisioneri var, bəli. Bakıxanova, 28 Maya, bəli. Sumqayıta, bəli, xidmət göstərir. Çox yaxşıdır, 1 kilometr. Öz dəqiq vaxtla işləyir. Bəli. Gözəlliyə bax. Qasım bəy, Bəli. bu bağın sənədləri haqqında da bizə bir məlumat verərdiniz. Demək Vüsal bəy, bağın sənədləri, bax, burada da hamısı tam rəsmi. Torpağın çıxarışı ayrı, Bəli. evin çıxarışı ayrı, hamısı tam rəsmi. Tam rəsmi, bəli, görə bilirsiniz. Evin ümumi sahəsi bu, hamısı 355 kvadrat. Ümumi 23 sota yaxın. 23 sota yaxın. Gözəl. Hamısı bax burada qeyd olunubdur, tam rəsmidir, sənədlər, çıxarış, kupça, hamısı var. Demək, Vüsal bəy, bugün gündə burada propiskada yəni qeydiyyatda olan adam yoxdur. Kimsə alsa, yəni birbaşa öz adına alqı-satqıdan kesilə bilər. Yəni sərbəst şəkildə. Əla. Qasım bəy, Bəli. indi keçək əsas məsələyə. Buyurun. Hə, qiymət məsələsi. Buyurun, Və buyurun. siz bizə dediniz ki, bəs xüsusi endirim eləyəcəm. İndi bilmək istəyərdik. Yəni ağsaqqal buranı indi neçəyə təklif eləyir? Vüsal bəy, buranın bildiyiniz kimi 520 min Bəli. var. Yəni bu biraz bu insanların alıcılıq vəziyyəti nəzərə almaqdadır. Amma bugünkü gündə gördüyünüz bu evin içində əşyalar qalmaq şərti ilə nə görürsünüz? Bəli. Qalmaq şərti ilə 490 manat təklif edirik. Əla. Deməli 23 sotda tam çıxarışlı, torpağı, evi, birlikdə əşyalı, hər bir şey. bəli, propiskada Qeydiyyatda olan adam yoxdur. Xeyr, yoxdur. Kim alsa, yəni özü də öz adına keçidib, öz propiskaya. Gözəl. Vüsal bəy, Bəli. buyurun bir dənə bura. Bəli. Bu təndirdə mən bu ev inşallah sizin kanalın vasitəsilə satılandan sonra, Bəli. bu iş baş tutandan sonra mən söz verirəm ki, bu təndirdə bu quzu kababı, quzunu belə belə bütöv. Bax burada alıcı ilə razılaşıb, yəni burada bunu qeyd edəcəm. İnşallah. Söz veririm. İnşallah. Bax buyurun, bax burada İnşallah. bunu biz birlikdə qeyd edərik. İnşallah. Gözəl bağınız var. Çox xoşuma gəlir. Təşəkkür edirəm Qasım bəy. Allah ağsaqqala da uzun ömür versin. Çox sağ olun, təşəkkür edirik. Doğrudan da çox yaxşı şərait qurub və alıcıların da inanıram ki, xoşuna gələcək. Bəli. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Sizin kanalınızı biz izləyirik. Düşünürəm ki, sizin kanalınız vasitəsilə buranı müsbət həllini taparsaq. Allah öz kömək olsun. Sağ olun. Oldu mənim. Sağ olun. Sağ olun.
Əziz izləyicilər, videomuzu sona qədər izlədiyiniz üçün çox sağ olun. Əgər videomuzu bəyəndinizsə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Gələn videolarda görüşərik.